Hı. Vəssalam. Bizdə sərif yürüşlərdi, xaç yürüşləri idi. Bizə kim giriş versin? Bir nəfər götürsün estafeti, kim keçən dəfə cavab verməyibsə. Müəllim, mən Bax, başlayım. buyurun başlayın. Hı hı. Başlayın, sonra o arxa fonda müəllimə gəldi, onun səsi. Sonra o estafeti ona ötürərik. Buyurun. Bizdə Hı deməli hı. xristian kilsəsinin parçalanması məsələsidir. Hamımız yaxşı bilirik ki, 395-ci ildə Roma imperiyası iki yerə parçalandı. Bu təkcə Roma imperiyasının yox, həm də kilsənin parçalanması idi. Belə desək, 395-də artıq kilsə parçalanmışdı. Sadəcə olaraq 1054-də rəsmən parçalandı. O bəzən evlərdə kişi ilə xanım müəyyən şeylərə görə deyirlər ki, ayıbdır, bir damın altında yaşamağa məcbur olurlar. Sanki bu ona bənzəyir. 1054-də isə getdilər asan xidmətə rəsmən parçalandılar. Yəni onsuz da bu 4-cü əsr Romanın parçalanması təkcə Romanın yox, ümumiyyətlə xristian kilsəsinin parçalanmasıdır. Amma rəsmi sözü olsa, təbii ki, biz bunu 1054 götürəcəyik. Ümumiyyətlə giriş olaraq onu deyim ki, hamınızın yaxşı xəbəriniz var ki, xristianlıq dini digər dinlər kimi ümumiyyətlə biz bilirik ki, din həmişə dünyanı idarə etmək üçün bundan gözəl bir vasitə olmayıbdır. Və erkən feodalizm dövründə də bütün o insanlar hamısı xristian dini pərdəsinə bürünürdü. Papa da bürünürdü. O xalqların böyük köçü zamanı gələn dindən başı çıxmayan barbarlar da buna bürünürdü. Bundan başqa sonradan yaranmış digər dövlətlərdə hamısı bu xristian, belə deyim, donuna bürünürdü. Hamısı da deyirdi ki, bizə bu, belə deyim, bu əmir, bu qərar, bu hakimiyyət İsa Məsihdən gəlibdir. Bax, məsələ bundan ibarətdir. Erkən feodalizmə baxanda 5-11-ci əsrlərə baxanda doğrudan da vəziyyət çox gərgindir, həddindən artıq pisdir. Natural təsərrüfat ağalıq eləyir, bilirik, feodal nərdivanı var, kralı sayan yoxdur. Biz bunların hamısını yaxşı bilirik. Nisbətən Almaniyada müəyyən qədər vahidlik oldu. Bunu bildik. Müəllimə, davam eləyək. Biz klassik feodalizm dövründə təbii ki, ən üstün papanı görürük. Çünki papa yeganə təşkilatdır, vahid və mərkəzi qayda idarə olunur və hər şey onun əlində idi. Hər şeydən varlanırdı. Siz bizə papanın gəlir mənbələri haqqında məlumat verin. Papanın gəlir mənbələri kilsə Bəli. torpaqlarından alınan vergilər idi, Bəli. dini mərasimlər üçün xərclənən vergilər idi və bir də Bəli. katolik kilsədən əldə olunan gəlirlər idi. Bunlar torpaqların, becərilən torpaqların 1/3-ni və məhsul onlara məxsus olan onda bir vergiləri idi ki, hansı ki, Bəli. bunlar hamısı bütün Avropa əhalisindən yalnız kilsə üçün əldə olunurdu, kilsə üçün alınırdı. Bəli. Papalar özlərini yer üzünün tanrısı hesab edirdilər. Bəli. Buna görə də insanlara cənnət qəbzləri satmaqla məşğul idilər. Cənnət qəbzləri indulgensiyalardır. Bəli. Dini mərasimlər üçünsə məsələn kəbin işləridir, xaç suyuna salınmaqdır. Sonra bunlar hamısı kilsəyə ödənilən haqla yerinə yetirilirdi. Eyni zamanda papalar Avropada hakimiyyətə sahib olmaq uğrunda mübarizəyə başlamışdılar. Bu Almaniya imperatorluğu ilə olan mübarizə idi. Eyni zamanda kilsə bidətçilərə qarşı mübarizə başlamışdı. Bəli. Bidətçi dininə dönük çıxanlar mənasında başa düşülür və kilsə tərəfdarları belə bidətçilər təqib olunurdu. Eyni zamanda inkvizisiya isə kilsə məhkəməsi adlanır. Yəni burada dinə dönük çıxanlar, bidətçilər kilsə məhkəməsinə verilirdi və onların bütün əllərində olan bütün varidatları hamısı kilsənin xeyrinə istifadə olunurdu. Roma papasından danışırıqsa, həm də Roma papası özünə vassal olan dövlətləri saysaq, papaya vassal olan dövlətlər bu İngiltərə, Polşa və Danimarkadır. Burada Qüdsün adını çəkirik. Niyə? Çünki Qüds onların həmin dövrdəki insanların fikrincə ən varlı, ən qədim şəhərlərdən biri hesab olunur. Həm də üç dinin, təkallahlı olan üç dinin, Yudaizm, Xristian, İslam dininin müqəddəs şəhəri hesab olunur. Hesab edirdilər ki, xristianlığın belə deyək,
Peyğəmbəri İsa Peyğəmbəri, Məsih. Peyğəmbəri hə İsa Məsih burada dəfn olunub. Bunu xristianlar belə hesab eləyirdi. Müsəlmanlar üçün ona görə müqəddəs şəhərdir ki, Əl-Əqsa burada yerləşir. Bəli. Yəhudilər üçünsə onlar hesab eləyirlər ki, Süleyman peyğəmbərin məbədi məhz bu şəhərdədir. O yüzden hər üç dinin nümayəndəsi üçün bu şəhər müqəddəs hesab olunurdu. Həm də 7-ci əsrdə və 11-ci əsrdə Səlcuq dövlətinin tərkibində idi. O yüzden də hər bir dinin nümayəndəsi bu şəhəri öz üçün müqəddəs hesab eləyirdi. Səlib yürüşlərinin başlama səbəbinə gəldikdə isə səbəblər müxtəlif idi. Niyə? Çünki ilk öncə Katolik kilsənin başçılığı ilə aparılmışdı. Həm də bayaq dedik ki, 1054-cü ildə kilsə iki yerə bölünmüşdü. Katolik və pravoslav, biri Ümumdünya kilsəsi, digəri Həqiqi din kilsəsi adlanırdı. Səlib sözünün izahı isə xaç deməkdir. Burada iştirak edənlər isə özlərini xaçlı adlandırırdılar. Ümumilikdə 8 xaç yürüşü haqqında danışırıq, amma əslində bunların sayı çoxdur. Bu mövzuda isə 4-ü haqqında daha geniş danışırıq. Hə, başlama səbəbi nə idi? Başlama səbəbi Katolik kilsənin başçılığı ilə aparılmışdı, öz qəddarlığı ilə yadda qalmışdı, həm də böyük təsir gücünə malik idi səlib yürüşləri. Frank imperiyasının parçalanmasına gəldikdə isə biz Verdin müqaviləsini nəzərdə tuturuq ki, orada 3 dünya dövlətinin adını çəkmişdik. Fransanın, İtaliyanın və Almaniyanın, yəni müqəddəs Roma imperiyasının adını çəkmişdik ki, burada Frank imperiyasının parçalanmasından sonra Qərbi Avropada Roma papalarının da iştirak elədiyi feodalların öz aralarında hökmranlıq uğrunda gedən mübarizə meydanına çevrilmişdi bu ərazilər. Səlib yürüşlərində eyni zamanda səlib yürüşlərində iştirak edənlərin isə 3 qrupun adını çəkirik. İştirak edənlər kimlərdir? Kəndlilərdir, feodallardır və bir də Roma papasıdır. Hərəsinin öz maraqları var idi bu yürüşdə. Məsələn, kəndlilərdən başlayaq. Kəndlilər daha çox torpaq sahəsinə sahib olmaq istəyirdilər. Eyni zamanda zülmdən qurtarmaq istəyirdilər. İri feodallara gəldikdə isə onlar qarət məqsədi ilə şərqə doğru hərəkət etməyə can atırdılar. Yeni ərazilər ələ keçirmək uğrunda mübarizəyə qatılmaq istəyirdilər. Papaya gəldikdə isə Papa öz hakimiyyətini genişləndirmək və buradan əldə olunan gəlirlərə sahib olmaq məqsədi daşıyırdı. Bu müharibədə, yəni hökmranlıq uğrunda gedən bu mübarizədə Qərbi Avropada demək olar ki, asayiş pozuldu. Çoxlu sayda insan əziyyət çəkdi, istehsal dayandı. İnsanlar səfalət içində daha doğrusu səfalətlə üzləşdilər, acılıqla üzləşdilər. Müqəddəs olan Qüdsə başlayan bu mübarizədə əsas məqsədləri dediyimiz kimi bu şəhəri ələ keçirməklə bərabər həm də onlar üçün müqəddəs olan İsa Məsihin qəbrini kafirlərdən xilas etmək onlar üçün bir xəcalət hesab olunurdu. Hesab edirdilər ki, günahlarını yumaq üçün xaçlı yürüşlərinə qoşulardılarsa, günahlarını yuğa bilərdilər. Şuurlarında da belə hesab edirdilər ki, onların beynində bu ərazi o qədər, belə deyək, onlar üçün, onların gözündə böyüdülmüşdü ki, yəni o qədər varlı bir ərazidir ki, küçələrdən əfsanəyə görə süd və bal axan küçələr kimi belə özlərinin beynində belə formalaşdırmışdılar. 1091-ci ildə Peçeniklərin Konstantinopola hücum eləyərək Bizans imperatoru olan Roma papasına müraciətini görürük ki, müraciət eləyir. Ən mühüm burada məsələlərdən biri də 1095-ci ildə Roma papası Urbanın kilsədə müraciəti ilə başlayır. Allah razı olsun. Deməli, burada bir neçə məsələyə baxaq. Bidətçi dinindən dönüşdür, düz dediniz. Bidətçilər İnkvizisiya məhkəməsində mühakimə olunurlar.
köhnə kitablar yazırdı ki, İnkvizisiya məhkəməsinin bir dənə qərarı olurdu, o da auto da fe, yəni qurban yandırılmalı idi. Roma papasının vassal olan dövlətləri də çox düzgün qeyd elədiniz. Bu dövlətlər papadan çəkinirdilər, hətta belə deyim, bu dövlətlərin kralları papanın görüşünə getmək üçün həftələrlə bəzən gözləyirdilər. Bunların içərisində Danimarka, İngiltərə, Polşa var. Bunu da tamamilə düzgün qeyd etdiniz. Avropa uğrunda Papa əsas rəqibi əvvəl müqəddəs Roma imperiyası idi. Ümumiyyətlə, Papa ilə müqəddəs Roma imperatorları arasında savaş neçənci ildən başlayır? Katolik kilsənin bölünməsi müəllim yoxsa Yox, sual 962-də. 962-də. Çünki birinci müqəddəs Otto Roma daxil olur Romaya, bəli, müqəddəs müqəddəs Roma Roma imperiyasını yaradır. Oradan İtaliyaya sahib olmaq uğrunda Papa ilə müqəddəs Roma imperatorları arasında savaş gedir. 11-ci əsrdə də olur, 12-də də olur, 13-də də olur, əsasən Papa qalib gəlir. Sonra burada Qüds məsələsinə gələndə, Qüds ən qədimdən deməli kimlərdə olub, belə desək də bizə məlum olan müəyyən müddət Romada olubdur Qüds. Sonra Qüds Romanın bölünməsindən sonra sizcə hansı dövlətə düşəcək? Bizansı. Bizansa düşəcək. Bizansdan 7-ci əsrdə Qüdsü kim alacaq? Ərəblər. Ərəblər alacaq. Bəli, Peyğəmbər və 4 xəlifə dövründə Suriya, Fələstin də Qüdsdür. Sonra isə ərəblərdən belə desək, ərəblərin hakimiyyəti sonradan zəifləyir, Səlcuqlar ələ keçirlər. Səlcuqlardan Qüdsü kim götürəcək? Səlibçilər də. Yox. Yox, Səlcuq hökmdarlarından kim Qüdsdə yiyələnəcək? Səlahəddin. Yox. Birinci Məlikşah. Osmanlı mı? Birinci Məlikşah. Suriya, Fələstin tutan budur axı, birinci Məlikşah. Bəli, birinci Məlikşah götürəcək. Ondan sonra keçəcək səlibçilərin əlinə, ondan sonra keçəcək Səlahiddin Əyyubinin əlinə. Belə ən axırda Osmanlının əlinə gəlib keçəcək. Bu məsələləri bildik. Sonra başqa orada hansı məsələyə toxunaq? Kəndlilər daha çox torpaq yox, elə yazıqlar torpaq ələ keçirmək istəyirdilər, torpağa sahib olmaq istəyirdilər. Onların daha çox torpağa ehtiyacı yox idi. Daha çox torpağa ehtiyacı olan, belə desək, feodallardır. Sonra, burada diqqət verəcəyimiz məqam nədir? Papada hər şey əladır, superdir. Sadəcə olaraq Papa nəyə görə narahatdır? Papa fikirləşir ki, vəziyyət çox ağırdır. Çünki 11-ci əsrdə demək olar ki, Avropada belə bir ifadə var idi ki, Avropada boş torpaq yoxdur. Və artıq Papa məmnun deyildi vəziyyətdən. Görürdü ki, aclıqdır, səfalətdir. Bir gün bu, belə desək, bu qazan qaynayacaq, daşacaq və 100% oradan bir neçə damcı Papanın üzərinə düşəcək. Ona görə də Papa əvvəlcə insanları sülh çağırışına çağırsa da, amma insanlar, belə desək, onun sözünə baxmaq istəmirlər. Ona görə də Papa durdu, yuxularını danışdı, insanları allatdı və onların, belə desək, şərqə doğru yürüşlərini təşkil etmiş oldu. Bu şərqə və qərbə doğru yürüşlər də, mən bayaq sizə dedim, xəritədə də yuxarıda göstərdim. Şərqə və qərbə doğru yürüşlər Romadan asılıdır, Romadan. Əgər Romadan qərbə, yəni Papadan qərbə doğru səlib yürüşləri olursa, buna deyirlər qərbə doğru səlib yürüşləri. Qərbə doğru səlib yürüşləri. Qərbə doğru səlib yürüşlərində ikinci adı Reconquistadır. Və biz bilirik ki, Papa harada oturmuşdur? Romada. Roma hansı yarımadaya daxildir? Apennin yarımadasına. Doğrudan da Romadan, yəni İtaliyadan, yəni Apennin yarımadasından qərbdə hansı yarımada var? Pireneya yarımadası. Və bu Romadan qərbdə yerləşdiyinə görə buna qərbə doğru səlib yürüşləri deyirlər və ya Reconquista deyirlər. Amma yox, Papa özündən şərqə doğru, yəni Aralıq dənizinin şərqinə doğru, nə bilim Bizans olsun, Suriya olsun, Fələstin olsun, bu şərqə doğru səlib yürüşləri adlanır. Bu məsələdə ehtiyatlı olaq. Qərbə doğru səlib yürüşləri 11-15-ci əsr, şərqə doğru səlib yürüşləri isə 11-13-cü əsrin sonlarıdır. Təxminən 1096, 1286 və ya 1290-lara qədər çəkirlər, 80-90-cı illər. Bu şərqə doğru səlib yürüşləridir. Yəni sizə sual olsa ki, şərqə doğru səlib yürüşləri 11-in sonu, 13-ün sonudur. Bax belə. Sonra, Roma papası ilə Bizansın bir-birindən xoşu gəlməsə də, istər 1071-ci il Malazgirt döyüşündən sonra, istər bayaq müəllimə dedi, 1091-ci il Peçeniklər Konstantinopolu kontrol altına alandan sonra Papa doğrudan da Bizansa kömək etmək istəyirdi. Niyə kömək etmək istəyirdi? Birinci Papa bilirdi ki, bugün Bizansa dəyən təpik sabah onun özünə dəyəcək.
İkinci bir tərəfdən Papa bütün dünyaya göstərmək istəyirdi ki, əsasən xristianlara göstərmək istəyirdi ki, baxın və görün. Görün dünyanın əsl, həqiqi xristian kilsəsi kimdir? Bizik yoxsa Bizansı? Hani Papa sanki bunu əlində belə desək, meyar eləyərək, əlində əsas silah eləyərək bütün xristianlara öz belə deyim, şousunu yapmaq istəyirdi ki, şousunu göstərməsi ki, mən, yəni hamınız mənə gəlməlisiniz. Və səlib yürüşlərindən qurbanlarına baxanda da ehtiyatlı olun. Səlib yürüşlərinin qurbanları təkcə müsəlmanlar deyil, təkcə yəhudilər də deyil. Hətta pravoslavlar da səlib yürüşünün qurbanlarıdır. Çünki bu səlib yürüşlərini həyata keçirən insanların dini katolikdir. Və onlar pravoslavları da çəkinmədən qırırdılar. Yəni necə ki 16-cı əsrdə katolik və protestan savaşı yox idi, səlib yürüşləri zamanında, ona görə də səlib yürüşlərindən reformasiyanın ortaq nəticələri xristianların bir-birlərini qırması da götürə bilərik. Bax belə. 1095-ci ildə 1-ci Urban Fransanın Clermont kilsə məclisində, ərazi yenə Fransadır, başladı öz yuxusunu danışmağa və o qədər inandırıcı danışdı ki, hamı bu yuxunun dalınca getməyə məcbur oldu. Məsələ dindir, güya, amma siyasi motivlər var və əsasda 4-cü səlib yürüşündə Papa əsl iç yüzünü ortalığa qoydu. Belə deyim, atların və uzun qulaqların müqəddəs Sofiya məbədinə girərək mundarlaması göstərirdi ki, heç kimin din marağında deyil. Bax belə. Və o arxa fonda ikinci müəlliməmizin səsi gəldi. O dedi, mən də danışım. O kim idi? Mehbarə müəllim. Mehbarə müəllimə. Buyurun əziz insan. Birinci səhət yürüyüşü sizdədir. Buyurun. Zəhmət olmasın. 1095-ci ildə Roma papası 2-ci Urban Clermont şəhərində kilsə məclisi çağırdı. Bunu siz dediniz və onlar şərqə yürüşə başladılar. Birinci səlib yürüyüşü 1096-cı ilin elə bir iki hissədə oldu. Biri yaxında oldu. Ona sıravi insanlar, kəndlilər getdilər. Bəli. Vəziyyətdə. Demək olar ki, qeyri-mütəşəkkil kəndli dəstələri idi. Onlar ora gedərkən bəzi qərb tarixçiləri qeyd edirdilər ki, hər şeydən uzaq idi. İnsanlıqdan uzaq, ağıldan uzaq bir toplum idi ki, hər şeyi dağıdıb tökürdülər vəhşi heyvanlar kimi. Və onlar Bizans imperatoru öz ərazisindən keçirdib Səlcuq ordusu tərəfindən onları Anadoluya göndərdi. Və onları Səlcuq ordusu tərəfindən darmadağın edildi. Və 1096-cı illərində isə yuxarı təbəqə sistemli şəkildə, demək olar ki, bura daxil idi Fransa, Almaniya, İtaliya. Bunlar ikinci cəhdə getdilər və bunların daha belə, necə deyim sizə, səriştəli idilər. Və onlar həmin dövrdə Konstantinopol gəldilər və orada Bizans imperatoru ilə görüşdülər. Və Bizans baxıb gördü ki, bunlar dövlət yaratmaq istəyir. Ona görə də öz iddiasını qoydu irəli. Müqavilə bağladı ki, alınan torpaqlar mənə veriləcək, mənim hakimiyyətim altında olacaq. Sizə mən bunun müqabilində ərzaq yardımı edə bilərəm, bir də hərbi yardım göstərə bilərəm. Bəli. Bir de bir şey var ki müəllim, orada vahid komandar yox idi. Bu bütün qərarları xaçlı komandirləri elə bil öz aralarında məclisdə qəbul edirdilər. Və Anadoluda Səlcuq sultanlığının zəifləməsi dövrü idi. Ona görə də 1099-cu ildə həmin bu dəstə Qüdsü ələ keçirtdilər. Və orada Qüds krallığı oldu müəllim. Bəli. Antioxiya idi, biri də Tripoli. Bəli. Əsas dövlət Qüds krallığı idi. O 3 dənə dövlət Qüds krallığının aslı idi. Bəli. Və qeyd etmək lazımdır ki, ən böyücü də Qüds krallığı idi. Qalanlar onlar də qeyd edirəm ki, vassal asıllığında idilər. Və qeyd etmək lazımdır ki, səlibçilərin birinci uğur qazanmasının əsas səbəbi Səlcuq dövlətinin zəifləməsi idi ki, bu da böyük müsəlman aləmində təşviş ki, Qüdsün neçə illər müsəlman şəhərinin bunlar tərəfindən alması Mosul əmri elə bir ki, hərəkətə keçdi
və Edessanı götürdü. Və Bəli. ikinci yürüşü başladı. O ikinci səlib yürüşü 1147-1149'du. Bəli. O elə bir Edessanın tutulmasına cavab olaraq gəldi və məğlubiyyətlə başa çatdı. Bundan sonra Səlcuqlarla demək bu yürüşlərdə yürüşün iştirakçıları arasında ziddiyyətlər var idi. Bizansın bunları dəstəkləmədi. Bir də Səlcuqlarla mübarizəsi. Bax bu üç cəhət bunların məğlub olmasına səbəb oldu və səlib yürüşündən bir müddət sonra 1187-ci ildə Təbəriyyə gölü yaxınlığında döyüş oldu və həmin döyüşdə bayaq demişdim adını. Səlahaddin Əyyubi. Səlahaddin Əyyubi onları məğlubiyyətə uğratdı və Qüdsü azad elədi. Sözsüz ki, bu da Qüds krallığının süqutu oldu. Bu da Avropada çox məyusluğa səbəb oldu və üçüncü səlib yürüşü də məhz bu səbəbdən başladı. Elə bil ki, üçüncü səlib yürüşü də oldu 1189-dan 1192-ci il arasında. Və burada demək olar ki, müqəddəs Roma İmperatoru, Fransa, İngiltərə bunlar yenidən başladılar və Qüdsü səbəb geri qaytarmaq idi ki, onu amma onlar elə bir bax qeyd etmək lazımdır. Almaniya, yəni müqəddəs Roma imperiyasının komandanı Friedrich Barbarossa quru yolu ilə getdi. Fransa kralları su yolu ilə getdilər. Və onları da belə qeyd etmək lazımdır ki, hətta mən o kitabı çox böyük maraqla oxudum o hissələri də ki, onlar demək gedirlər və bu yürüş zamanı Səlcuq ordusu bir şeylə rastlaşır ki, burada iştirak edən döyüşçülər həddindən çox aclıqdan səfalətdə içərisində idi və onları müalicə elətdirir, onları yedizdirir. Hətta orada mən qısa demək istəyirəm ki, 3000-ə yaxın fransız gənci İslamı qəbul elədi. O Friedrich Barbarossa da çayda boğulub öldü. Yəni onun çayda boğulub ölməsi Fələstinlə Suriya xalqını xilas elədi. Çünki o Friedrich Barbarossa Anadolu idi deyəsən, yoxsa Konya'da. Eynidir, aha. Konya'da çox ələ keçmiş. insanlar törətmişdi. Yəni onun o çayda boğulub ölməsi sanki Fələstin xalqını, Suriya xalqını azad oldu. Yəni bu xətadan baladan uzaqlaşdırdılar. Çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Doğrudan da o deyir qorxan gözə söz düşər. Bu Friedrich Barbarossa quru yolu ilə gedir, çünki yazıq üzməyə bacarmırdı. Əvvəldən onun canında qorxu var idi. Sonradan o düşür çaya və çayda boğulub ölür. Maraqlıdır da, hamı fikirləşir ki, bu qədər əsgərin qabağında bu niyə boğuldu, öldü? Mənə elə gəlir ki, yeganə səbəb nə ola bilər? İmperatora toxunmaq olmaz. İmperatorun toxunulmazı hüququ var idisə, əsgərlər də qorxusundan imperatora toxunmadılar və nəticədə imperator boğularaq öldü. Və bu həmin əjdaha Barbarossadır ki, İkinci Dünya müharibəsində Hitlerin planı məhz bu şəxsin adı ilə idi. Friedrich Barbarossa planı. SSRİ-yə hücum planı. Amma tarixin işinə baxın ki, Barbarossa planı da elə Barbarossa kimi suya düşür. O da Belə. uğursuz oldu. Bəli. Təşəkkür. Başqa, keçən dəfə söz vermədiyimiz müəllimlərimizdən kim var? Bəli, mən danışa bilərəm. Buyurun, buyurun. 4-cü səhib yürüyüşü sizə də buyurun. Bəli, 4-cü səlib yürüyüşü. Bu da 1202-1204-cü illəri əhatə edir. Bu yürüşə Almaniya, sonra İngiltərə, Fransa krallarının məğlubiyyətə uğraması 3-cü səlib yürüşündə, 4-cü səlib yürüyüşü birbaşa Roma papasının özünün başçılıq etməsinə səbəb olur. Və onlar yığışırlar, gedirlər. Əsas məqsəd yenə də Misir idi. Misir Səlahaddin Əyyubunu məğlubiyyətə uğratmaq. Lakin Venesiyaya çatdıqda, yəni Misirə getmək üçün gəmi lazım olur. Venesiya onlara deyir ki, mən təklif edir köməyini. Əvəzində isə yəni oturan arada fikirlərini dəyişdirib əsas məqsədi Misirdən çevirir Bizansa. Və burada Roma papasının da yəni öz daxilində Bizansa qarşı, Bizans imperatoruna qarşı olan yəqin ki, kini
Yəni Venesiya bu təklifi ilə razı olur və əsas istiqaməti dəyişirlər, Bizansa gedirlər. 1202-ci ildə Bizans şəhərini ələ keçirib, Konstantinopolu ələ keçirib və burada talancılıqla məşğul olurlar. Tamamilə talayırlar, yandırırlar. Yəni ki, burada hətta Bizans imperiyası süquta uğrayır müvəqqəti də olsa 1204-cü ildə Latın imperiyası yaradılır 1261-ci ilə qədər və deyir bu yürüşdə yəni Roma papasının bu səlib yürüşlərinin iç yüzü bir daha aydın olur ki, bunlar əsas məqsəd talançı, qarətçi yürüşlər olduğunu bir daha sübut eləyir. Və yəni Bizans imperiyası 1261-ə qədər mövcud olur. 1261-ci ildə artıq katoliklər burada qalmaq istəmir. Niyə? Çünki şərqdən gələn Monqol yürüşləri və Bizansın təhlükədə olması, artıq onların bunun qarşısını alacaq yetərincə qüvvəsi olmaması Bizansı tərk edib getməsinə səbəb olur. Və bundan sonra yenə də 13-cü əsrin sonlarına qədər səlib yürüşləri davam etmişdi. Hətta köhnə kitablarda göstərirlər, bilmirəm hansı yadımdan çıxıb, uşaqları aparırlar. Yəni xaç yürüşünə getməyə yuxarı yaş təbəqəsi olmadığına görə 12-14 yaşlı yeniyetmə uşaqları yığışdırıb aparırlar və bunlar da orada yəni məhv olub gedir. Və beləliklə 13-cü əsrin sonlarında səlib yürüşü uğursuz olaraq başa çatmağa. Bəli, uşaqların da səlib yürüşləri olur. Əslində uşaqların səlib yürüşləri tamam fərqli yürüşlər olur. Onlar o 8-cinə biraz bəzi mənbələr qatırlar, amma əslində uşaqların səlib yürüşü tamamilə fərqli olur. Yaxşı, şərqə doğru səlib yürüşlərini bildik. Onda gəlin keçək qərbə doğru səlib yürüşlərinə. Bəli, bu da Vaxtilə ərəblər Piriney yarımadasını nə vaxt fəth etmişdilər? 1711-ci ildə. Və orada nəyin əsasını qoymuşdular? Orada Kordova əmirliyin əsasını qoymuşdular. Bəli, Kordova əmirliyini. Bəs nə vaxt Kordova xilafəti meydana gəlir? O 1748-də Mərkəzi Asiyada üsyan baş verir və bu üsyan paytaxtda Əməvilərin hakimiyyətdən getməsinə səbəb olur. Abbasilər gəlir və bununla da Kordova xilafəti əmirliyi özü Əməvilərdən olduğuna görə bununla razılaşmırlar. 756-cı ildə əmirliyi, yəni xilafətdən ayırıb Kordova xilafəti yaradırlar. Deməli, ilk ayrılan ərazi Kordova xilafətidir. İlk ayrılan ərazi, bəli. Bəli. Və əslində Papa Kordova əmriyinə qarşı mübarizəni 711-dən başlatmışdı. 8-ci əsrdə. Sadəcə Kordova əmirliyi yaxşı olduğuna görə, güclü olduğuna görə bu alınmamışdı. Kordova xilafəti haqqında çox müsbət fikirlər var. Hətta Amerika alimləri deyirlər ki, bugün Kordova xilafətindən bizə bir neçə kitab qaldı. Və biz bugün Aya, Marsa uçuşlar edirik. Kim bilir, bəlkə o kitabxananın yarısı qalsaydı, biz bu dəqiqə digər planetlərdə də bir-birimizə qonaq gedib gəlirdik. Təbii ki, bu biraz daha çox mübaliğədir, amma Kordova xilafətinin necə inkişaf etməsi haqqında məlumat verir. Orada lampaların quraşdırılması, küçələr işıqlıdır. Yəni Paris qaranlığa qərq olanda necə üstün olduğunu bildirir. Bunlar üstünə keçmək lazımdır. Hansı məşhur abidələri var? Bunların məşhur sarayları var idi. Əl-Kəsari. Əl-Kəsar, bəli, Sevilliyada bir də onların. Əlhambra var idi. Bəli, Granada əmirliyi, Əlhambra var idi. Bəli. 11-ci əsrdə isə qərbə doğru səlib yürüşlər Reconquista adlandı. Ümumiyyətlə Reconquista hərəkatı qarşısına hansı məqsədi qoymuşdu? İspaniyada müsəlmanları, yəhudiləri boğmaq və orada yəni katolik, xristianlaşdırmaq bu məqsəd idi. Və bu Reconquista hərəkatı ilə klassik feodalizm dövrü demək olar ki, 11-15-ci əsrdə və nəticədə Kordova xilafətdə parçalanmışdı. Hansı krallıqlar meydana gəldi nəticədə? Burada Aragon idi, Kastilya idi, Navarra, bir də Portuqaliya krallıqları yaranmış idi. 1479-cu ildə Aragon və Kastilya, bayaq siz də dediniz, kral-kraliçə evlənir və bunlar birləşirlər, İspaniya dövlətini yaradırlar. Navarrada Fransa ilə bu İspaniya arasında bölüşdürülür. Bir qalır o tərəfdə Portuqaliya, bir də bu tərəfdə Granada. Bir də İspan. Vəssalam. Navarrada bölünür İspaniya və Fransa arasında. Yeri gəlmişəm. İspaniya həm vahid, həm mərkəzləşmiş dövlətdir. Deməli 15-ci əsrdə bizdə mərkəzləşmiş dövlətlər oldu İngiltərə, mərkəzləşmiş dövlətlər oldu Fransa, mərkəzləşmiş dövlətlər oldu İspaniya və mərkəzləşmiş dövlət oldu Rusiya. Uqra görüşündən sonra.
Aha, məsələn bildik. Sonuncu əmirlik, hansı əmirlik qalmışdı? Kanada Əmirliyi qalmışdı. 1492-ci ildə İspaniya, yəni Reconquista hərəkatı nəticəsində ora hücum edirlər, ələ keçirirlər və bunlar arasında qarşılıqlı müqavilə bağlanır. Həmin müqaviləyə görə müsəlmanlara toxunulmayacaq, onların səlahiyyətləri deməyək də, torpaqları əllərindən almayacaq, razılaşırlar. Lakin şəhərə Granadaya daxil olduqdan sonra tam əksini eləyirlər və razı olmayanları çıxıb getməsinə icazə verirlər. Və həmin dövrdə deyir, İspaniyadan gedən yəhudilər, yadınızda Osmanlı dövlətində vəli var idi, 2-ci Bəyazid. Deyir, İspaniyadan Reconquista hərəkatı nəticəsində çıxıb gedən yəhudilərə öz ərazisində yer verir. Tamamilə doğrudur. Və Qranadanın tabe edilməsindən sonra Pireneya yarımadasında yalnız iki dövlət qalır. Portuqaliya və İspaniya. Bəli, tamamilə doğrudur. Tamamilə doğrudur. Aha, çox təşəkkür edirik. Sizə də çox təşəkkür edirik. Nərmin xanıma verək sözü. Bəli, müəllim. Nərmin xanım, siz bizə sərhəd yürüşlərinin ümumi nəticələri haqqında məlumat verin. İstər qərb üçün, istər şərq üçün. Ümumi məlumatlar verin. Nəsə qalsa biz davam edərik. Sərhəd yürüşlərinin Avropada iqtisadi nəticələrindən biri odur ki, Aralıq dənizində ticarət inkişaf etdi. Sonra burada Bizansda olan ticarət, dəniz ticarəti Şimali İtaliya şəhərlərinin əlinə keçdi, Venesiyanın və Genuyanın əlinə keçdi. Sonra ipəkçilik, Avropalılar şərqdən ipəkçilik, dərman, ətir, güzgü istifadəsini öyrəndilər. Sonra limon, çəltik, qarabaşaq, ərik, qarpız kimi tərəvəzlərin yetişdirilməsini öyrəndilər. Həmçinin nəqliyyat və gəmiçilik sahəsində də böyük coğrafi kəşflərin əsas şəraitlərini hazırladılar. Bir də yel dəyirmanları meydana gəldi Avropada. Avropa üçün siyasi, sosial nəticələrindən biri də odur ki, Avropalılar ilk dəfə kağız və barıtla tanış oldular. Barıt ilk dəfə barıt içində tapılmışdı ilk dəfə, elə kağız içində tapılmışdı, amma Çində kağızın tapılması Uyğur millətinə də, türk olan Uyğurlara da aid edilir. Elə ki, Çində ipəkdən hazırlayırdılar kağızları, Uyğurlar da pambıqdan hazırlayırdılar. Sonra kompas coğrafi kəşflərdədir. Məişət həyatında gigiyenik əl yuması, səhər yeməyindən qabaq əlin yuyulması, gigiyenik vasitələr, hamam və duş kimi şeyləri də şərqlilərdən öyrəndilər. Bir də bu dövrdə missionerlik fəaliyyəti təkan verdi. Missionerlik də dini zorla yaymaq idi. Xristiyan dinini zorla yayırdılar. Başqa? Kompas əslində sərhəd yürüşlərindən sonra Coğrafi kəşflərdədir, bəli. Bəli, sərhəd yürüşlərindən sonra böyük coğrafi kəşflərdən əvvəl olur. Bu məişət qaydalarını düzgün deyirlər, bu yuyunmaqdır falan da, amma mənə maraqlıdır. Bunlar indi yuyunurdularsa, onda qədim Romada olan bu terimlər nəyə yarayırdı? Biraz da şişirdirlər sanki. Bəli, amma mən qəbul edirəm ki, mədəniyyət, yəni nisbətən təmizlik mədəniyyəti təbii ki, müsəlman şərqindən Avropaya keçibdir. Amma Avropanı da bu qədər daşlamaq olmaz. Belə, şərq üçün təbii ki, ağır nəticələri oldu. Şərq üçün ağır nəticələr oldu. Müsəlmanlar, yəhudilər, şərq xristianları kütləvi qırğınlara məruz qaldı. Əsasən də pravoslav xristianları şəhərlər xristianlar deyəndə onu nəzərdə tutulur. Bəli. Pravoslavlar, bəli. Şəhərlər dağıdıldı, mədəniyyətlər süqut etdi. Bir çox şərq şəhərləri dağıdıldı. Şərq insanlarının xoşbəxt həyatı, yəni süqut etdi. Bəli. Həm də hamı sanki küstü, belə desək, katoliklərdən. Papa nüfuzdan düşdü, giz-giz vergilər təyin etməklə gözü doymadı. Bütün bunlar hamısı gətirib vəziyyəti pisləşdirdi. Papa hansı yürüş zamanı birbaşa yeni vergi təyin etmişdi? Birinci yürüş zamanı. Yox, dördüncü səhv yürüşü. Dördüncü səhv yürüş zamanı. Tamam. Yaxşı. Sonra texniki kəşflərə gələk. Texniki kəşflərə gələndə biz hamımız yaxşı bilirik ki, 11-15-ci əsrdə əsasən texniki kəşfin əsasında dayanırdı yuxarıdan fırladılan çaxlar. Biz yaxşı bilirik. Çünki yuxarıdan fırladılan çaxlar daha yüksək şəkildə zərbə vururdu. Mədənlərdən daha çox filiz çıxarılırdı. Təbii ki, metal daha rahat döyülürdü. Bundan başqa metalın döyülməsi, domlot sobalarının daha yaxşı işləməsi, daha sərt poladın əldə olunmasına, daha yaxşı silahların əldə olunmasına gətirib çıxardırdı. Və silahların kəşfləri də yaxşı bilirik ki, bütün ordu sistemini dağıtdı. Bəli, artıq Yaponiyada kimlər yararsız oldular? Aydın məsələdir. Samuraylar.
Artıq Samuray, onların qılıncı heç kimə lazım deyildi. Osmanlılarda kimlər yararsız oldular? Yeniçərilər. Yeniçərilər. Artıq krallar hər hansı feodalların qəsrlərini illərlə saxlayırdılarsa mühasirədə, amma indi artıq topu qoyub çox rahat həmin o qəsrləri dağıda bilirdilər. Bəli, yəni ümumiyyətlə həqiqətən bu çox böyük belə deyim, nəticələrə səbəb oldu. Başqa burada toxunacağımız məsələ nədən ibarətdir? Başqa burada toxunacağımız məsələ ondan ibarətdir ki, deməli, kompas kəşf olundu. Kompas, Yeni bəli, dəniz kəşf olundu. cihazları oldu. Karabellalar kəşf oldu. Yəni artıq hər şey var idi. Hər şey var idi. Kifayət qədər artıq hər bir şərait var idi ki, əla şəkildə bunlar başlasınlar öz yürüşlərinə. Düzdür, əvvəl həqiqətən çox ciddi şəkildə çəkilirdilər. Çünki okeana çıxmaq heç də asan deyildi. Amma belə deyim, artıq bəzi səbəblər var idi ki, onlar fikirləşirdilər ki, biz böyük coğrafyaçılara çıxmalıyıq. Çıxmasaq mümkün deyil. Nəyə görə onlar artıq mümkün hesab etmirdilər? Yəni deyirdilər ki, mütləq şəkildə çıxmalıyıq. Burada Konstantin Osmanlının yaranması, Osmanlının əsasən biz Konstantinopolu tutması və orada şərqdən qərbə gedən ticarət yollarının onun əlinə keçməsi idi. Ən böyük səbəblərindən biri. Bəli, bəli. Ən Evet. böyük xəritələrindən biri də Bir o də idi. ipək yox, evet, ipək var. Bəli, tamamilə doğrudur. Yəni gecə tezi onsuz da onlar mütləq şəkildə getməli idilər ona. Başqa bir variant yox idi. Çünki Osmanlı o qədər belə desək yüksək şəkildə vergilər alırdı ki, yəni o vergiləri belə deyək də gömrük vergisi alırdı ki, artıq onu qarşılamaq belə desək mümkünsüz bir, Mümkün deyil, ona görə başqa yol bəli, tutmalıyıq. mümkünsüz belə bir şeyə çevrilmişdi. Bəli, tamamilə doğrudur. İlk belə deyim, böyük coğrafyaçılara başlayan dövlətlər hansılar idi? Portuqaliya və İspaniya. Portuqaliya və İspaniya idi, bəli. Portuqallar əvvəllər belə deyim, çəkinirdilər, həddindən artıq çəkinirdilər o yürüşləri belə desək etməyə. Çünki böyük yerlərdən belə desək çıxıb gələ bilmirdilər. Ona görə də məcbur idilər ki, belə demək mümkündürsə, yavaş-yavaş aşağılara doğru yuvarlana bilsinlər. Mən baxdım ki, xəritə olsun, amma onun üzərində gələn mən işləyə bilməyəcəm təbii ki. Çünki gərək o şəkil əvvəlcədən mən bura daxil edərdim. Onun üzərindən göstərərdim. Amma mənə gəlir xəritə baxmağa görə ciddi bir problemlər yoxdur inşallah. Ərazi baxımından. Belə deyim də, təsəvvür edin ki, nəzərə alsaq ki, məsəl üçün, bura aydın məsələdir. Buranı bir Şimali Amerika kimi, qitəsi kimi versək, bir sirkin bir şey desək, Şimali Amerika, buranı nə kimi verək? Cənubi Amerika kimi verək. Buranı Avropa qitəsi kimi versək, buranı Asiya qitəsi kimi versək, təbii ki, bitişikdir bir-birlərinə. Buranı Afrika qitəsi kimi versək, buranı da Avstraliya kimi versək. Təbii ki, Portuqaliyalılar çıxırdılar buradan və gəlirdilər Afrikanın, belə desək, qərb qutaracağını, amma risk eləyə bilmirdilər, qayıdırdılar geri. Belə bir riski, belə bir işlərdən birini Bartolomey Dias elədi. Neçənci ildə? 1487-88-ci illərdə. 87-88, bəli. Hansı ölkəni təmsil edir? Portuqaliyanı. Portuqaliyanı. Bəli, buradan çıxdı və hansı əraziyə qədər gəldi? Afrikanın qərb sahillərinə qədər gəldi, Ümid burnuna. Bəli, Afrikanın cənubunda Ümid burnu var. Sadəcə olaraq buradan okeanlara keçməyə cürət etmədi və məcbur oldu ki, neynəsin? Geri qayıtsın. Bəli, geri qayıtsın, ona görə də yəni bir başqa variant yox idi. Və geri də qayıdır. Sadəcə olaraq bir dənə bu Bartolomey Diasla bağlı nə deyirik? Nəyi kəşf elədi bu? Bartolomey Dias Ümid burnunu kəşf elədi. Ümid burnunu kəşf elədi. Bəli. İndi belə desək, Portuqaliya öz hərəkətini elədi. Növbəti hərəkəti İspanlar eləməlidir ona cavab olaraq və İspanlar da 1492-də kimlə çıxdılar? Kristofor Kolumbla. Kristofor Kolumbla. O işte Hindistandan buradan çıxdı, yazıq, qərbə tərəf üzməklə cəhd elədi. Çox da uzağa getmədi. Gəldi, çıxdı Şimali Amerikaya. Burada nələri kəşf elədi? Burada 1492-ci Kuba və Haiti adalarını kəşf elədi. Bəli, Kuba və Haiti. Bu da İspanlardır. Və burada belə deyim, Hindular adlandırdı. Buranı da bədbəxt Hindistan adlandırdı. Bəli.
Sonradan İtaliyalı bir şəxs 1497-98-də kim? Amerika Vespucci, Amerika Amerika Vespucci oranın Vespucci dedi ki, baş bura Hindistan haradır? olduğunu, Hindistan olmadığını bildirdi. Bura öz adını verdi, Amerika adını verdi. Amerika Bəli, qitəsi. Amerika. Bəli. Yenə də əlaqələr davam edir. Növbəti səfər eləyən kimdir? Vasco Portuqaliya. da Vasco da Gama Portuqaliya bəli. Bəli, 1498-ci 1497, ildə, aha, 98-ci 98-ci ildə. illərdə o Ümid burnundan keçib Afrikanın şərq sahillərinə çıxdı və Bəli, fırlandı gəldi. 1498-ci Bəli, ildə orada bir dənizdə olan bir ekspedisiya, elə bir dəniz bələdçisi ona kömək edir onlara. 98-ci ildə Hindistanın Kəlkütdə, daha doğrusu Kalikut limanına çatır və bəli, Hindistan dəniz yolunu kəşf edir. bəli. Hindistana dəniz yolunu kəşf edir. Sağ olsun Şah İsmayıl. Kömək də elədi, onları Hörmüz boğazına yerləşdirdi ki, Allah silah kömək gətirəcəklər. Gətirmədilər, bəli. Və burada onlar gələnə qədər Hindistanda təbii ki, üstünlük ərəblərin əlində idi. Ərəblər isə onların üstünlüyünün qarşısını nədi? Aldı. Allah. Daha doğrusu ərəblərə qalib gəldilər bunlar. Çox rahat. Və çoxlu var-dövlət gətirdilər. Yenə də yazıram. Vasco da Əsasən Gama. ədəbiyyat gətirdilər. Bəli, Portuqaliyanı belə deyim təmsil edir və Hindistana dəniz yolu. Aha, indi Portuqaliyalılar belə deyək, əlaqə qurub bu İspanların ürəyini partladar. İndi növbə kimindir? Yəni İspanlarda Fernando Magellan'ın ilk dünya səyahəti. Bu da İspandır. 1519-1522. Fernando Magellan, bəli. Bu isə deyir ki, yer kürə formasındadır və Bunu təsdiq vahid eləmək dünya üçün dünya okeanı var. səyahətinə Christopher Columb kimi çıxdı, amma səhvə yol vermədi. Cənubi Amerika, burada Magellan boğazı var. Buradan çıxdı, Sakit okeanı özünü sakit aparır və fırlanıb Filippin tərəfdən gəlib, təbii ki, təzədən boylandı hara? İspaniya doğru getdi. Özü getmədi, çünki Çinkaçuklar tərəfindən Hannibalizm baş verdi orada. Onu Desək ki, yeyirlər. öldürüldü, bəli, yeyildi. Ondan sonra Delcano falan davam etdirdi. Amma İspanlar göstərdilər ki, yer kürə formasındadır. Bu məsələni də bilmiş olduq. Nəmin xanım, təşəkkür edirəm. Başqa orada müəyyən bir şəxs zəhmət olmasa götürsün. Başqa. Zəngül müəllimə, götürün. Ürəyimiz necə də eynidir. Gördüm, heç kim ürəklənmir. Dedim, yenə mən düşüm qabağa. Yorulublar, Zəngül müəllimə, yorulublar. Ona görə. Hə. Davam eləyən nə ilə? Zəngül müəllim, bax, bunlar oldu, bu proseslər oldu. Ümumi bir böyük coğrafi kəşflərə bir yekun vuraq. Onun nəticələri haqqında danışaq. Hansı dövlət, bəli, zəhmət Yəni, olmasa iqtisadi buyurun. və siyasi nəticələri var böyük coğrafi kəşflərin. İqtisadi nəticələr kimi yeni qitə Amerika kəşf olundu. Bəli. Ticarət yolları dənizlərdən artıq okeanlara keçdi. Dünya ticarəti yarandı. Bəli. Artıq o səlib yürüşlərində ticarət üstünlüyü əldə edən Venesiya, Genuya geridə qalır. Bəli. Və Şərqin böyük imperiyalarının ərazisindən keçən İpək yolu öz əhəmiyyətini itirir. Artıq indi ticarət böyük Niderland, İngiltərə və Portuqaliya limanlarında cəmləşdi. Bu iqtisadi nəticələrə aiddir. Siyasi nəticələrə gəldikdə isə artıq müstəmləkə işğallarının şərait yarandı. Elə bil ki, bu dəqiqki müasir dövrdəki bir sıra sosial, iqtisadi, siyasi problemlərin əsası məhz coğrafi kəşflərlə qoyulur. Tamamilə doğru. Bir sıra Asiya, Afrika ölkələri də deməli müstəmləkələrə çevrilir. Elə bil ki, bu yeni qitələr əldə olundu və bu zaman ərazilər uğrunda müharibələr, sonra o müharibələr zamanı müqavilələrin, dövlətlər arasında müqavilələrin yaranması məhz ilk dəfə bu dövrdə əsası qoyulur və ilk belə müqavilə Portuqaliya və İspaniya arasında imzalanmışdı. Bəli, deməli, müstəmləkələrin bölünməsi uğrunda ilk belə müqavilə Portuqaliya və İspaniya. Eyni zamanda Portuqaliya bilirik ki, Avropada ilk dəfə siyasi sərhədlərini müəyyənləşdirən dövlət olmuşdur. Bəli. Portuqaliyanın tutduğu ərazilərə baxsaq, hansı ərazilərə Portuqaliyalar yayılmışdı? Portuqaliya, Ərəbistan, Hindistan, Şərqi Afrikanın, elə ki, Hind okeanı sahilləri. Bəli. Yəni bu ərazilər təxminən, bax bu ərazilər. Bir də ki, Şərqi Asiyada Zond və Molka adaları Portuqalların müstəmləkələri idi. Bəli. İspaniya isə Braziliyadan başqa, çünki bir dənə Braziliya Cənubi Amerikada. Həm İspaniyanın mərkəzi və bütün Cənubi Amerika hamısı İspanlıların idi. Təsadüf deyil ki, bu dəqiqədə İspan dilində danışırlar. Eyni zamanda belə deyək də,
Böyük coğrafyaçılar qula tələbatı da artırdı. Niyə qula bu qədər tələbat artdı? Hara dediniz? Kim yayında? Qula tələbatı da artırdı. Bəli, mən deyim. Yox, bilir Heydər müəllim. Niyə qula tələbat artdı? Çünki Xəstəlik zamanı həm xəstəlik oldu, həm Bəli. hinduların soyqırımı oldu. Qırdılar. 10 milyondan çox hindu qırıldı belə desək və nəticədə artıq Afrikadan bura qullar daşımağa başladılar. Bəs Bəli. Tutulan yerlərə gedirdi əskərlər. Lap birinci. bəli. Birinci əskərlər, sonra tacirlər, sonra xristian missionerləri, dini Bəli, yayılmaqçı. keşişlər. Bəli, hərə öz niyyətini həyata keçirmək üçün gedirdi. Bəli. Bu zaman hansı belə deyək, Amerikada xalqlar var idi? Bu zaman Amerikada Mayalılar, Aztek, İnklər. Bəli, demək olar ki, bunların hamısına İspanlılar son qoydular. Bu Bəli. Aztek, İngilər, Mayalılardan belə desək də, hansında pot daha yaxşı inkişaf eləmişdi? Pot sistemi. deyəsən Peru'da idi. Bəli, Peru, yəni İnklərdə. Bəli. Bəli. İnk tayfalarında. Yəni Aztek onsuz da Meksikadır. İnk Perudur. Mayalılar da köhnə kitabda Yucatan yarımadası yazardı. Yucatan yarımadası da zaten Türklər demiş, Meksikadır. Yəni o zaten sözünə deyirəm. Bəli. Bəs hansı sıfır rəqəmini kəşf eləmişdilər? Belə deyim də sıfır Hindistandan qabaqdakı Mayalılar. Mayalılar, Bəli, Hindlərdən təqvimdir. Bəli, bəli. Bəli, Hamısı da- dəqiq təqvimdir. Planetlərin Bəli. günəş ətrafında hərəkətində bunlar Mayalılara. Bəli, bunlar hamısı Hesab- Mayalılar. Yəni hesablayabiliriz. Mayalıların elmi çox qədim olubdur. Bu məsələni bildik. Nədir merkantilizm? Merkantilizm elə bir siyasət ki, 17-ci əsrdə meydana gəlmişdir. İdxalı məhdudlaşdırır, ixraca geniş yol verən bir iqtisadi sistemdir, siyasətdir. Bəli, tamamilə doğrudur. Böyük coğrafyaçılar hansı bitkiləri gətirdi ki, Avropa təkcə taxıla ehtiyacdan xilas oldu? Kartofla qarğıdalı bitkisi. Bəli, bu taxıla insanların yaşaması üçün. Bundan başqa kakao falan vardı ki, bunları da bilirik. Zəngül müəllimə, Avropada ilk universitet hansı universitet sayılır? İtaliyada 1158-ci ildə Bologna şəhərində Bologna yaradıldı. Universiteti. Bəs müsəlman Daha şərqində sonra- ilk universitet Bağdad 1066. Bağdad 1066-cı ildə. Bəli. Bəs Bizim Avropada milyon- ikinci universitet demək olar ki, İngiltərədə Oxford, daha sonra Fransa və Çexiyada belə universitetlər yaranıb. bəli. Hansı memar, rəssam Müqəddəs Pyotr kilsəsinin tikilməsinə rəhbərlik eləyibdi? Bunlardan biri Mikelangelo'dur, bir də Rafael. Aha. Onlar Bəli, ikisi də- Michelangelo sadəcə iştirak eləyibdi. Rafael isə deyirlər ki, onun belə deyim başçısı olubdur. Hansı rəssamdır Gioconda əsərinin müəllifidir? Bu Leonardo da Vinci. Leonardo da Vinci, bəli. Eyni zamanda adam həmçinin musiqiçi, şair, bundan başqa paraşüt, vertolyotun Bəli, bəli. və dalğıc geyimlərinin də quruluşunu bəli. istifadə Hansı rəssamın, hansı heykəltaraşın əsəri sanki Florensiya şəhərinin simvoludur? Bu David Michelangelo. Michelangelo'nun David heykəlidir, David bəli, heykəli. tamamilə doğrudur. Müqəddəs Məryəm ana və Afina məktəbi əsərlərinin müəllifi kimdir? Bu da Rafael. Bu Rafaeldir. Hansı məşhur İngiltərə yazıçısı Londonda teatrda işləyib, bundan başqa Bu da Çox böyük. Bacon'dur. William Shakespeare. William Shakespeare. William Shakespeare, bəli, bəli. İlahi ədalətli, ilahi cəhənnəmdə o əsərin adı həmişə mən qarışdırıram. O kimin əsəri idi? Bilmədim onu. O Dante'nindir. Dante'nin əsəri. İlahi komediya daha doğrusu. Hə. Orada Dante sanki üç yer ətrafında fırlanır. Cənnət, cəhənnəm və ərat. Cənnət və cəhənnəm arasındakı yer anlamına gəlir. Belə, başqa Avropadan nə düşə bizə? Qot memarlığından istifadə nə vaxt meydana gəlmişdi? 12-ci əsrin 12-ci sonları. əsrdən. Bəli, 12-ci əsrin sonlarından meydana gəlmişdi artıq bu. Başqa orada nə vurğulaya bilərik? Başqa. Hansı məşhur alim idi? Çinə səfərlər etmişdi. Əslən İtaliyalı idi. 13-cü əsrdə yaşayıbdı. Marco Polo. Marco Polo. Bəli, Marco Polo yaşayıbdı.
Kitab çapını Avropaya kim gətirmişdi? Kitab çapına elə ki, Səlib yürüşləri zamanı gətirmişdi. Almanlar ixtira ilə başladı. Bəli. 1445-ci ildə Gutenberg, Alman alimi. Gutenberg, bəli, Alman alimi. Təsadüfi deyil ki, bəs Avropada ilk dəfə çap olunan kitab hansıdır? İncil kitabı, daha Bəli. sonradakı o Martin Luther'in 95 tezisi orada Bəli, bəli. çap olundu. Hansı alim deyirdi ki, yer öz oxu və günəş ətrafında fırlanır? İlk dəfə bu demişdi. Kopernik demişdi bunu. Kopernik. Kainatın sonsuz olduğunu deyən Bunudaki Bruno. hansı alim idi o məhkəmədə yazıq qorxusundan durub deyir ki, yəqin ki, yer fırlanmır. Galilei. Bəli, Galilei. Əvvəl O tövbə dövrdə eləyir, sonra da ayağa duran deyir ki, yəqin ki, bu dəqiqə də fırlanır elə. bəli, bəli, teleskopla baxan ilk dəfə o olmuşdu. Bəli. Əslində bunları qəbuldan falan çıxardılar, amma bu uşaqların dünya görüşünü daha çox artıran faktlardır. Kimlərə humanist deyirlər? Elə bil ki, yeni nəsil ziyalılar nəslinədir. Yeni yaranmışdı bu. İnsan və onun fəaliyyətinə daha çox diqqət yetirən. Bəli, human, insan istəşə keçidir. Humanistlər deyirlər. Bunlar Latın dilində daha çox öz dillərində yazmağa çalışırdılar ki, qoy sadə adamlar da bunu anlasınlar. Bax belə, Rus memarlığının abidəsi deyəndə ən çox hansı, belə deyək, kilsə nəzərdə tutulur? Rus Pyotr Pokrov kilsəsi deyil. kilsəsi. Pokrov kilsəsi. Vasili Blajeni məbədi. Həmin o qırmızı meydan, Krasnaya Plaşadkada Moskvada, olan, Moskvada bəli, qızıl Moskvada meydan. o məşhur hamının gedib birinci Moskvaya satan kimi şəkil çəkdirdiyi həmin o məşhur kilsə Vasili Blajeni məbədi adlanır. Deyilənə görə müqəddəs bir şəxs olub Vasili Blajeni, amma tam da belə desək açmır. Müqəddəs Pyotr kilsəsinin Müqəddəs Pyotr bu düzdür, insanlar tam anlayır. Yəni burada söhbət birinci Pyotrdan getmir. Bu İsa peyğəmbərin əshabələrindən biri olan, yəni İsa peyğəmbərin missionerlərindən biri olan Pyotrun adı ilə bağlıdır. Yəni bu müqəddəs Pyotr deyəndə birinci Pyotr nəzərdə tutulmur və təbii ki, müqəddəs Pyotr abidəsi Rusiyada yox, məhz Romada yerləşir. Bəli, yəni xırda şeylərdə adam bəzən saşar. İntibah dövrü də biz bilirik ki, Avropada intibah dövrü olur. Bizdə intibah dövrü 9-12, Avropada isə sizdən bu, belə desək, 15, 16, 17. Bəli, 15, 16, 17-ci əsrləri əhatə edir. Başqa orada məncə mədəniyyət məsələsində elə bir şey qalmamalıdır. Bax belə.